Tez. O burada yaşayır. Yəqin bilirsən bu evdə yaşayır. Bəli. Bizi allatmırsan ki, ağa. Niyə aldadım, ağa? Onun maşını da qarajdadır, indi mən getməliyim. Bir dəqiqə dayanın, biz onun evdə olduğunu öz gözümüzlə görməliyik. Gedək mənə kömək edin. Neylim istəyirsən? Qorxuram ki, bizi görüb yana qaçsın. Biz onu qəfildən yaxalamalıyıq. Başa düşdünüz, gedək tez. Axı mən bu cəmcəyə Bu iş bir dəqiqə çəkəcək. Bir ətək filansan, qaldır. Hə? Mən onu gördüm, sırf heyvan evdədir. Deməli mən gedə bilərəm, hə? Bəli, əzizim, gedə bilərsiniz. Mən getdim. Aman, kömək edin! Mən ona Kömək edin! دست بگی به اون لبه دست بگی به اون لبه برو بالا متشکرم بیا تو یواش Gəlin. Əlin var olsun ana. Aha! Kaptım. Ağa, durun gedək polisə. Buyurun çay için. Pərdiz, nə olub belə? Bura bax, Maria, 2 gündür bütün küçələrdə səni axtarırıq. Belə günah heç vaxt bağışlama olmaz. Bunu polisə verməliyik. Ailəmizdə heç vaxt belə şey olmayıb. Bu zırp öküz təmiz adımızı ləkələdi. Sürpüzsüz. Maria, söymə, mən mənim xalam oğlum. Gözüm aydın, heç kəsi qoymaram mənim Hüseymin təhqir eləsin. O yaxşı və nəcib insandır. Əgər onu dustağa göndərsələr, mən də onunla gedəcəyəm. Maria, qanun bu işə heç vaxt yol verməz. Qanun yol verməz? Ne üçün? Ona görə ki, sizin baldızınız məndən bəri mənə rahatlıq verməyib. Ona görə ki, onunla öz bacım kimi rəftar eləmişəm. Tehranın küçələrində onu tək buraxmamışam. Onun rahatlığı üçün neçə günlük qazancımı sərf eləmişəm. Hərçəndir ki, mən taksi şoförüyəm, ancaq mən insanam. Siz təkcə məni bir şeydən ötürü polisə verə bilərsiniz. Enli yaylı çarpayda isti yumşaq yorğan döşəkdə yatmağa həmişə adət eləyən bu qızın dünən gecə mənim dar taxta çarpayımda yatdığına görə siz polisə ancaq bunu deyə bilərsiniz ki, mənim çarpayım taxtadandır, bu nazənin rahatlığından məhrum olub taxta üstə yatıb. Bacım Maria'nın mənim yanımda olduğunu polis bilir. Mən xəbər vermişəm. Ağa, bağışlayın, adınız nədir? Tormozsi, nökəriniz. Hüseyin ağa, sizdən üzr istəyirəm. Sizin haqqınızda yanlış fikrə düşmüşdük. Ona görə ki, sizi tanımamışıq. Sizin ciddiyimizə görə heyfslənirik. Xahiş edirəm, Maria'dan ötürü sərf elədiyiniz pulları alasınız. Elə eləyək ki, çəkdiyiniz xərcdən də 2-3 dəfə artıq olsun. Mənə heç nə lazım deyil, sizin pulunuza da ehtiyacım yoxdur. Qoyun cibinizə, bədxərclik eləməyin. Ana bizə çay dəmlər. Mən Maria üçün heç çəkməmişəm, hər şeyi özüm üçün eləmişəm. Bununla da qurtaraq. Kəndimiz yoxdur. Yoxdur. Qeyd yarım girvənki al. Ağay mühəndis, cəmiyyətin hər bir təbəqəsində yaxşı adamlar da var, nacinslər də. Məsələn, mənim mənsub olduğum təbəqədə özüm kimi yaxşı adamlarla yanaşı, yapma, məni döyməyə göndərdiyiniz Möhsüm ağa kimi pis adamlar da var. Sizin cəmiyyətdə də pis adamlarla bərabər sizin kimi yaxşı adamlar var. Əgər bunun Maria bacıya qoğumluğu çatmasaydı, vurub ağız burnunu əzişdirərdim. Digər tərəfdən bunun kimi, Möhsün ağa kimi pis adamları olmasaydı həyat darıxdırıcı keçərdi. İndi isə mənim bu kiçik nitqimdən sonra çayımızı içək, gedək polisə. Yox, polisə getməyimizə ehtiyac yoxdur. Bu mənim vizit fərəqəmdir, orada adım, ünvanım yazılıb. Bəlkə mən sizin üçün bir şey eləyə bildim, xeyirxahlığınızın əvəzini verdim. Təşəkkür edirəm ağa. Çox sağ ol ağa, sağ olun bacı. Xoşbaxlıq arz eləyəm bacı. Maria, Hüseyin ağa ilə xudafizləş gedək. Oh, getməyəcəm, mən Hüseyinlə burada qalacam. Ağıllı ol, yoxsa elə fikirləşərlər ki, aramızda neysə var. Mən Hüseyin ağadan xahiş elərəm, hər gün bizə gəlsin. Hə, bacı, hər gün gələrəm. Narahat olmayın, hər gün. Hər gün gəlir. Dedim ha. Ad içirsiniz. Bu ağanın canı üçün. De gedin. Xudahafiz. Söz verirsiniz. Gələrəm. Mütləq. Gedin. Bu ağanın canı üçün. İndi isə gedin. Bu cür baxmayın. Gələcəyəm dedim, bax o. Qaca, xudahafiz. Siz hələ də buradasınız. Bəli. Əyləşin çay içək, sonra gedərsiniz. Qalx ayağa! Şeytan balası. Sağ olun.
Siz məni təhqir etdiniz, bunun əvəzini çıxacam. Göt alçağın biri alçaq.